Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanlılar artıq xarici vətəndaş sayılmayacaq. Türkiyədə türk əsilli xarici vətəndaşların ölkədəki hüquqi statusunu və imkanlarını genişləndirən yeni qərar qəbul olunub. Ajans AS xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 10 oktyabr 2025-ci il tarixində qərar imzalayıb. Dəyişikliklərdən sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şərqi Türkistan, Ahıska, Qaqauz, Krım kimi türk soylu icmalardan olan şəxslər Türkiyədə əcnəbi kimi deyil, öz vətənlərindəki kimi yaşamaq və işləmək imkanına sahib olacaqlar. Yeni qaydaya görə artıq bütün türk milliyyətli xarici vətəndaşlar vətəndaşı olduğu ölkədə ondan asılı olmayan səbəblərə görə peşəsini, sənətini və ya işini icra edə bilmədiyi və müxtəlif səbəblərlə Türkiyədə həyatını davam etdirmək məcburiyyətində olduğu halda Türkiyədə sərbəst işləyə biləcəklər.